Və təzə bitmişdi. Dedilər ki, Sumqayıtda 12 yaşında bir oğlan var. O salfet satır. Onu çəkin kömək eləyin. Mən getdim gördüm ki, maşının yük yeri var. Vaqona oxşuyur. Orada ailə qalır. Ana, bacı, qardaş. Dedilər ki, uzun müddət bu uşaq gedib salfet satıb, ailəni dolandırıb. Sonra bir oğlan bu uşağı yolda görüb. Deyib ki, sən bir də salfet satma. Mən hər dəfə sizin evə bazarlıq eləyəcəm, maddi yardım da göstərəcəm və elə də eləyib. Həmən oğlan bu evə başlayıb bazarlıq eləməyə, maddi yardım göstərməyə. Bir müddətdən sonra oğlan gəlməyib. Bu qapı döyülməyib, oğlan gəlməyib. 12 yaşında uşaq təzədən gedib küçədə salfet satmağa. Bir günləri o salfet satan o uşağın anası danışır ki, bir günləri qapı döyüldü. Qapını açdıq ki, bir xanım dayanıb qapıda, əlində aş qazanı, deyir ki, sizə yardım eləyən oğlan mənim oğlum idi, şəhid oldu. Şəhriyar Quliyev. O ana qədər də onun ruhu kömək olub o ailəyə.